Değerli şagirdlər, 0,1 mol yağın hidrolizindən 82,4 qram 2 müxtəlif mürəkkəb doymuş bir əsaslı karbon turşusu alınır. Demək, 1 molundan 824 qram karbon turşularının qarşılığı alınacaq. Əlbəttə ki, karbon turşusu 3 mol alınacaq. Sadəcə ikisi müxtəlifdir. Yəni müxtəlif karbon turşulardır. Demək ki, yağ hidroliz eləyəndə 3 mol su ilə hidroliz eləsə alınır karbon turşusu, CnH2NO2 və gliserin. Və buradan görünür ki, demək ki, 824 qram 2 müxtəlif karbon turşusu alınıb. Karbon turşusunun daxilində 6 oksigen var, yəni 6-16-96 qram oksigen var. 824 qramdan 96 qram oksigeni çıxırıq. Yerdə qalır 8, 2, 728 qram qalır. Bu 728 qram ümumi bu 3 karbon turşusunda olan 2 müxtəlif deməli turşu qalığındakı karbon və hidrogenin kütləsidir. Əlbəttə ki, mən 14N bərabərdir 728-ə bərabər eləməklə buradan N-i deməli 72 5 dəfə, demək 5 dəfə 70 28 2 dəfə 52 karbon olaraq tapmış oluram. Demək bu 3 mol karbon turşusunun içərisində 52 karbon var. Demək 52 karbon var. Daha doğrusu 52 karbon, bəli, 3 mol karbon turşusunun daxilində var və bizdən isə cavab bizdə deyir yağın karbon atomlarının sayını soruşur və 52 burada karbon atomu varsa və yağda əvvəldən də gliserində də 3 var idi. Yağda da 3 əlavə edəcək, cavab olacaq 55 karbon atomu.